Mədinə şəhərində Quran nəşriyyatıdır. Məlik Fəhdin adına vaqıfda Allah üçün pulsuz paylanılır. Dünyanın bir çox dillərinə tərcümə olunub, eləcə də Azərbaycan rus dilinə və buradan zəvvarlara paylanılır belə. Bura bütöv mətbəənin içidir. Burada stanoklardır, baxın orada dəzgahlardır. Hər dəzgahın öz iş funksiyası var. Burada kitablardır, kağızlardır, xam mallar görürsünüz orada. Burada artıq kitablar hazırdır. Bunlar artıq bağlanıb gedəcək, paylanacaq. Dünyanın bütün hər yerdə meçidlərə paylanır. Ondan sonra müsəlmanlara, zəvvarlara paylanır. 2019 açılandan 2019-cu ilə qədər 300 milyon burada kitab paylanır. Tək 2019-a qədər. Yəni həqiqətən rəqəm çox böyük rəqəmdir. Baxın orada o bükümlər kağızlardır, xam mal formasında. Girir stanoka oradan çap olur, qarşı tərəfdən çıxır. Sonra isə gəlir belə bu vəziyyətdə bura. Bunlar kəsilmir, doğranmamış variantıdır. Sonra doğranır, artıq üzlənir. Ondan sonra və çox bahalı və çox zərif kağızlardan istifadə olunur. Hansı ki, həm rəngi gözü yormur, həm köhnəlmir, tez cırılmır və rəngi də saralmır. Allah Teala bütün əziyyəti olanlardan razı olsun. Əməl dəftərlərinə yazsın sağ tərəfə və sağ tərəf tərəzilərində ağır gətirsin. Bütün gələnlər də zəvvaran ola ziyaratların qəbul eləsin.